Azərbaycanda karate və döyüş sənətləri sahəsində tanınmış əməkdar məşqçi və idman xadimi Mirəli Seyidov vəfat edib. Doğru Xəbər Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb. O uzun sürən xərçəng və şəkərli diabet xəstəliyindən sonra 69 yaşında dünyasını dəyişib. Məlumat üçün qeyd edək ki, Mirəli Seyidov karate üzrə 7-ci dan qara kəmər sahibi idi. Sərt keçən qış fəsli və temperaturun kəskin aşağı düşməsi nəticəsində Şərur rayonunda yerləşən Arpaçay su anbarının səthi donub. Azərtac xəbər verir ki, su anbarının üzərində yaranan qalın buz qatı həm yerli sakinlər, həm də təbiət sevərlər üçün maraqlı və nadir görüntülər yaradıb. Qeyd edək ki, 1977-ci ildə istismara verilmiş Arpaçay su anbarının tam həcmi 150 milyon kub metr, faydalı tutumu isə 140 milyon kub metrdir.